70-dən çox kitab oxumusansa bir addım önə çıx. 70'lər mən 70'dən daha çox kitab oxumuşam. 10 yaşına qədər 7 ölkə, 3 qitəyə səyahət etmisənsə bir addım önə çıx. Liseydə oxumusansa və yaxud oxuyursansa bir addım önə çıx. Artıq Landaya başlamışam. 10 yaşına qədər hər yay hekayə kitabları oxuyub yayını səmərəli keçirmisənsə bir addım önə çıx. 10 yaşına qədər əlaçı olmusansa bir addım önə çıx. 10 yaşına qədər bir xarici dildə sərbəst ünsiyyət qura bilirsənsə bir addım önə çıx. Hər gün telefon və ya planşetdən çox kitaba vaxt ayırmısansa bir addım önə çıx. Bizim vaxtımızda telefon yox idi, ona görə 2 addım gəldi. Mənim planşetim var, ona da baxıram, ancaq ən çox kitab oxuyuram. Məğlub olanda bəhanə axtarmaq əvəzinə yenidən cəhd etmisənsə bir addım önə çıx. Kiminsə uğrunu qısqanmaq əvəzinə onu alqışlamağı öyrənmisənsə bir addım önə çıx. Valideynlərin sənə sadəcə yaxşı qiymət almağı yox, yaxşı insan olmağı da öyrədibsə bir addım önə çıx. Maraqlı uşaqlıq keçirmisənsə bir addım önə çıx. Belə videonun axırlarında atanın qızı ağlayır, atasına qucaqlayır, güya emosional olur. Gəl biz də qucaqlayaq.